Baş sponsor Apro Hospital Diagnostika və Müalicə Mərkəzi. Salam, hər vaxtınız xeyir olsun. Bu dəfə də sizi Nizaminin yurdu Gəncə şəhərindən salamlayırıq. Əlbəttə Gəncəyə gəlməkdə bir məqsədimiz var. Çünki Yaxşı ki Varsan komandası olaraq qəhrəmanlarımızı axtarırıq, tapırıq. Hansı ünvandadırsa yorulmadan onları işıqlandırmağa gedirik. Bu dəfəki çəkəcəyimiz qəhrəmanımız Vüqar müəllimdir, şahmat müəllimidir. Həm də onun elə şagirdləri var. Çox maraqlı bir proqram olacaq. Vüqar müəllimi də elə şagirdlərini də yaxından tanıyacağıq. Gəncə şəhər demişkən, biz hər zaman Gəncəyə gələndə bizi qarşılayan, bizi gedəcəyimiz ünvana çatdıran bir dostumuz vardı. Dünyasını dəyişdi. Ruslan. Allah rəhmət eləsin. Məkanı cənnət olsun. Bizim üçün bir vəfa borcuydu ki, Gəncəyə gələndə onu ziyarət eləyək. Əlbəttə ki, bu dəfə canlı deyil, onun məzarını ziyarət eləyəcəyik. Elə isə birinci Ruslanın məzarına yollanırıq, sonra isə qəhrəmanlarımızı çəkməyə gedəcəyik. Ağrılarım, acılarım dinməyib Sən gedəndən Bəli, hazırda gəldik. Biz indi Ruslanın məzarını ziyarət edirik. Yolun düşsə bu dünyaya bir də gəl Bilirəm ki, getdiyin yol uzaqdır Hər bayramım bir tələdir, tuzaqdır Əl doktor, xoş gördük sizi. Necəsiniz? Təşəkkür edirəm var olsun. Necəsiz? Minnətdaram. Gəldik, təsadüfən Əl doktor da Ruslanın məzarı önündə ziyarət edən gördük. Xoş oldu. Burada səni görmək əslində nə mənada xoş oldu? Vəfa borcunu yerinə yetirdiyin üçün xoş oldu. Ruslan necə xatırlayırdın? Təşəkkür edirəm əvvəla sizə də ziyarət üçün minnətdaram. Ruslan bizim iş yoldaşımız olub. Hər gəlişimizdə bizi qarşılayar, lazım olan yerlərə götürər, tanımadığımız, bilmədiyimiz yerlərə. Bizə nəsə lazım olarsa gün ərzində onu bizim üçün təşkil eləməyə, tapmağa, bir sözlə bütün çətinliklərimizi həll eləməyə çalışardı. Xatirimizdə yaxşı qalıb həqiqətən. Ziyarət eləməli, necə deyim sizə, yad eləməli qardaş idi. Allah rəhmət eləsin, məkanı cənnət olsun. Sizə də təşəkkür edirəm ki, siz də unutmamısınız, vəfa borcunuzu mənim kimi yerinə yetirirsiniz. Allah rəhmət eləsin. Amin. Elə biz də sənin kimi xatırlayırıq. Hər zaman bu bölgəyə gələndə bizim əlimiz, qolumuz olurdu Ruslan. Məkan cənnət olsun. Gündüzlərim söndü gecə, oldu gəl Cavanlığım yavaş yavaş soldu gəl Səndən sonra dünya bomboş qaldı gəl Yolun düşsən bu dünyaya bir də gəl Necəsən Vüqar müəllim? Sağ olun, minnətdaram. Necədir işlər? Nə gözəl yerdir Sağ bura. olun. Nizami yurduna xoş gəldiniz. Çox sağ ol, çox sağ ol. Buyurun. Ay maşallah, ay maşallah. Sağ olun, sağ olun. Bunların hamısı sizin tələbələrdir. Bəli, bəli. Salam. Ha, bax belə. Müəllimi də məndə belə qarşılamaq lazımdır. Necəsən? Yaxşı, Sənin adın nədir? Ömər, Ömər. Sənin adın nədir? Aylin, Aylin. Aylin neçə yaşın var? 9, 9. 3-cü sinifdə oxuyursan. Ha, onunla onu qarışdırdı. Sənin adın nədir? Murat. Boyun neçədir? Dur ayağa görüm bir dənə. Yox, yaxşıdır. Neçə yaşın var Murat? Benim 17 içindeyim. 17 içindəsən. Hə. 17 yaşın var. Hə. Halal sənə. Hə, söhbət eləyəcəyik. Murat maşallah yaxşıdır. Nə olub, niyə elə baxsan mənə? Belə çön kamera səni çəksin də. Necəsən? yaxşı. Neçə ildir şahmat oynayırsan? Mən əslində həvəskarəm, özüm öyrənmişəm. Uşaqlıqdan bəri 9-10 yaşımdan oynayıram daim. 9-10 yaşından oynayırsan. Ümumiyyətcə həvəskarsan. Yarışlara getmirsən? Yox, həvəskarəm. Yəni sən buralarda yaşayırsan, bura yaxın yerdə. Yox, Gəncənin bir başında yaşayıram. Gəncənin başqa tərəfində yaşayırsan. Orada sənə qalib gələn var məhəllədə kimsə belə şahmatda? Yəni şahmat oynayan var ki. Hə, yoxdur. Yaxşı, burada ən güclü kim oynayır? Amma yalandan deməsin də mən. Heç ki?
Ən yaxşı güclü mən oynayıram. Ha? Nurxan. Nurxan. Ay Nurxan. Adından da bəllidir xan. Nurxan. Nurxan, sən neçə ildir məşğulsan? Bilmirsən? Eşitməyib, yeni başlayıb şahmata. Biz sizinlə söhbət eləyək. Özünüz təqdim eləyərdiniz. Mən Quliyeva Əzizə. Əzizə mənim anamın da adı Əzizədir. Elə qardaşım övladının da adı Əzizədir. Çox xoş oldu sizi tanımaq. Burada neçə şagird tələbəniz var? Bizdə sağlamlıq imkanları məhdud üzvlərimiz çoxdur. Gəncə və ətraf rayonlardan hardasa 150-yə yaxın üzvümüz var. Sağlamlıq imkanları məhdud. Yaş məhdudiyyəti də yoxdur. Hər yaşda bizim üzvlərimiz var müxtəlif diaqnozlarda. Şahmat dərsinə qoşulanlarımız hardasa 10-12 nəfər aralığında olur. Həvəskar uşaqlarımızdır ki, mütəmadi olaraq Vüqar müəllimin dərslərinə yararlanırlar. Vüqar müəllim. Gözəl insan, dəyərli insan. Siz neçə ildir şahmatla məşğulsunuz ümumiyyətcə? Mən özüm 1991-ci ildə şahmat məktəbinə getmişəm. Şahmat məktəbi. Bəli. Aha. Orada birinci dərəcəyə qədər yüksəlmişəm. Yarışlarda iştirak eləmişəm. 2001-ci ildən də həmin məktəbdə məşqçi müəllim işləyirəm. Hal-hazırda da 2 nömrəli uşaq təmsil idman şahmat məktəbində məşqçi müəllim işini işləyirəm. Vüqar müəllim, bax tələbələriniz var hal-hazırda. Ümumiyyətcə ölkədə başqa, yəni ölkəmizin, Azərbaycanımızın başqa şəhərlərində də gedirsiniz, yarışlara qatılırsınız, paytaxta gəlirsinizmi, Gəncə və yaxud da ki, burada nə bilim Şəmkir var, Mingəçevir var, başqa şəhərlərimiz var. Yarışlara gedirsinizmi? Mən 2001-ci ilə qədər oynamışam, özüm yarışlarda iştirak eləmişəm. Sonra özüm oynamam, 3 ildən bir əllər arasında Respublika yarışı olur. 2023-ci ildə zonada birinci yerə tutdum, Bakıya vəsiqə qazandım. Respublika birinciliyinə İdman Akademiyasında oynuyorduk. Həmin yarışda Respublika üzrə 3-cü yerə tutdum. Əla. Bəli. Əzizə xanım, siz də məşğulsuz ümumiyyətcə şahmat oynayırsınız, yoxsa? Bəli, mən uşaqlıqdan şahmat oynayıram, amma həvəskar olaraq. Niyə həvəskar olursunuz? Yarışa getməmisiniz? Xeyr, yarışda heç vaxt iştirak eləməmişəm. Bəs qızlarda, misal üçün, burada görürsünüz çoxu oğlanlardır, düzdür? Qızlardan da var şahmata meyil olan insanlar. Qızlardan da var, bəli, amma ən çox oğlanlar arasında daha çox həvəs görünür. Bura sırf məhdudiyyətli dostlarımız mı gəlir, yoxsa ümumiyyətcə məhdudiyyəti olmayan dostlarımız da gələ bilərmi? Sırf fəaliyyət olaraq, yəni təmənnasız olaraq sağlamlıq imkanları məhdud uşaqlar və gənclər üçün fəaliyyət göstərir. Ancaq sağlam könüllərimiz də var bizim, sağlam uşaqlar da gəlirlər, iştirak edirlər tədbirlərdə falan. Var olasınız. Əzizə xanım çox qəşəng diksiyası var və çox gözəl də əslində məlumatlar ötürür. Vüqar müəllim, şahmatın ümumiyyətcə, bax bizim burada balaca dostlarımız da var, yaşı artıq 17 və yaxud da 30-32 olan yaşlarda dostlarımız da var. Ümumiyyətcə şahmatın uşaqlara faydası? Şahmat üzründə zehni oyundur. Bütün zehnin inkişaf elədir. Uşaqları pis vərdişlərdən uzaqlaşdırır. Yəni elmə təsirə yönləndirici bir oyundur. Vüqar müəllim, bəs sizdə necə oldu ümumiyyətcə şahmata bir maraq yarandı? Mən özüm uşaq vaxtı olanda Allah rəhmət eləmədi. Anamla qalırdım. Hizlər binamızda qalanda yaşa olanlar oynuyordum. Mən də oraya baxıb gedişləri öyrəndim. Anamın məcbur elədim ki, apa mənə şahmat məktəbinə yazdı. O da 1991-ci ildə mənə Gəncə şahmat məktəbinə yazdırdı. Orada da nailiyyətlər əldə elədim. Azərbaycandan başqa ölkələrə ümumiyyətcə getmisiniz yarışlara? Açığı mən 50 olduğuma görə anam məni tək buraxmır, amma Respublika daxili özü aparır. Öz aparıb. Bəli. İndi burada məndən kim şahmat oynayır? Sən deyirdin ki, mənlə şahmat oynaya bilərsən, hə? Oynayaq. Nurxanla Coşqun şahmat oynayır. Birazdan biləcəksiniz ki, qalib kimdir? Məncə mən olacam. Amma Nurxan da deyir mən olacam. İzləyin bizi. Getdik. Həyat məni çəkir dara, ömrüm günüm olub qara.
Yar əlindən gəlib zara Daha ağlamayacam ki Yox, məncə gedişat yaxşıdır. Yaxşı oynayır, amma hələ ki mən öndəyəm. Çünki vəzirim vurmuşam. Hələ ki. Yekə danışdım, mənim də vəzirim getdi. Ona görə deyirlər, böyük-böyük danışma. Görək nətər olacaq. Hələ bilmirəm. Necəsən? Yaxşıyam. Adın nədir sənin? Sevdə İbrahimli. Sevdə İbrahimli. Sevdə İbrahimli neçənci sinifdə oxuyur? 3-cü sinif. 3-cü sinifdə oxuyursan. Bəli. Sən də şahmata gəlsən bura. Bəli. Necə oynayırsan? Yaxşı. Yaxşı, bizim oyunumuza bax, gör kim qalib gələcək. Şartlardan nə göstərir? Mən irəlidəyim yoxsa? Nurxan. Nurxan irəlidədir. Nurxan irəlidədir. Sən elə görürsən. Sən Nurxanın dostusan deyə elə deyirsən. Yox. Nədən bəs görürsən onu? Siz buradan fillə Onu bir vursa, bal buna hücum edirsiniz. Amma Nurxan bura gəlib sizin filinizi vura bilər. vura bilər. Əslində mən buna hücum etsəm, Nurxan bu fillə də bunu vura bilər. Düzdür. Düzdür. İndi o axıra qədər izləyək görək kim qalib gələcək. Oynadın Nurxan? Mən oynayım. Oynadın? Oynadın lap yaxşı. Müəllim deyir ki, bəlkə sülh qalib gəlsin. Əlbəttə ki, sülh olacaqsın. Ayağı udmaq adətdir. Niyə ki, bu oyunda uda bilər? İndi sən məni deyirsən, tapşırmısan ki, udması. Yox. Amma maraqlı oyun gedir. Siz bəlkə də kimsə deyir ki, kadr arxası qurulub, nə bilim, kimsə udar, kimsə udmaz. Xeyr, elə bir şey yoxdur. İnanın ki, başdan sona qədər biz bu oyunu oynayacağıq. Ola bilər, bəlkə də tez-tez kadrda bu geçsin etirər, amma oynayırıq. Oyunu yarımçıq saxlamalı oldum, çünki bizim bu təşkilatı necəsiz? Deyirlər ki, bu təşəbbüs sizdən irəli gəlib, buranın yaradılması, düzdür? Bəli. Adınız nədir? İlqar Hümmət. İlqar Hümbətov. İlqar müəllim, bayaqdan gələnlərin hamısına deyirəm ki, burada əslində qızğın bir oyun gedir. Ağlar mənim, qaralar Nurxandır. Gedişat nə göstərir? Siz irəlidir. İrəlidəyik. Amma burada uşaqların hamısı deyirsən, geridəsən. Yəni Nurxana güvənir. Nurxana güvənirlər. Yaxşı. İcazə verirsiniz də biz oyun oynayaq, sonra söhbətimizi əlbəttə davam elətdirəcəyik. Bəli, mən demişəm, söz vermişdim ki, biz axıra qədər oynayacağıq. Oynamalıyıq. Xoş gördük sizi. Sağ olun, təşəkkür edirəm. Siz bizim müəllimin nəyisiz? Vüqar müəllimim biz yaxın dostuq. Yaxın dostuz. Neçə ildir? Harısı 3 ilə yaxındır. 3 ilə yaxındır. Vüqar müəllim o qədər məxsus keyfiyyətləri var. Bu insan təsəvvür gətirin ki, o qədər pozitivdir ki, hər gün evdən çıxır, şəhərə gəlir, dostlarla görüşür, çay-çiyə gedir dostlarla. Burada fəaliyyəti var. Hətta işlədiyi məktəblərdən digər məktəblərdə müəyyən yarışlar təşkil edir ki, keçən həftə idi səhv eləmirəmsə bizim məktəbdə əməkdaşlıq kimi gəldi yarış təşkil etdi və öz cibindən həm uşaqlara top aldı, həm də şaşqı şahmat hədiyyə elədi. Nə gözəl. Bu böyüklükdür də Vüqar müəllim məxsusi xüsusiyyətlərindən. Belə görsən ki, siz müəllimsiniz. Məktəb direktoru işləyirəm. Məktəb direktoru. Nə gözəl. Neçə nömrəli? Göygöl rayonundadır, Köşkən tam orta məktəbində məktəb direktoruyam hal-hazırda.
Orada neçə şagirdiniz var? Hal-hazırda 56 şagirddir. 56 şagird. Onda balaca bir məktəb. Bəli, kənd məktəbi. Kənd məktəbidir. Bəli. Bir gün də gəlib orada çəkiliş eləyərik də. İnşallah. Niyə olmasın ki? Xoş gəldiniz. İndi sırf bizim üçün gəldiniz bura. Bəli, bəli, sizin üçün gəlirik. Şahmatdan narazı necədir? Şahmatdan əla. Vüqar müəllim öyrədib sizi yoxsa yox? Müəllim məxsus xüsusiyyətlər var ki, uda bilərəm onu, öyrətmir onu. Elə bir saxlayır da axırda. İndi onun bir yolunu axtarıram ki, necə eləsin, öyrətsin də. Amma mən bayaqdan deməli Nurxanla orada şahmat oynayıram. Vüqar müəllim bilmirəm, arxa planda nə isə dedisə, dedi ki, qonağa uduzmaq lazımdır. İndi mənim gedişatım məncə belə pis deyil. Yaxşı gedişatdır. Amma bilirəm ki, məni hörmət edir. İstəyirəm onu bitirim, ondan sonra söhbətimiz maraqlı davam edəcək. Buyurun. İcazənizlə. Mən söz vermişəm axı, bitməlidir. Məğlub oldum sonunda Mən bu eşq oyununda Nələr qurban vermədim Zalım sənin yolunda Və nəhayət şah və mat. Bu deyil, burada var, burada var. Bir dəqiqə. Bu qalibiyyət əslində sənindir, zarafatsız. Çünki həqiqətən mənə hörmət elədilər. Məndən qat-qat güclü oynayır. Vüqar müəllim mənə həm məhv elədi, həm də köməklik elədi. Çox maraqlı proqramımız əlbəttə ki gedir. İndi isə biz bu söhbətimizi başqa bir yerdə davam etdiririk. Çünki biz buraya Eldəniz müəllim də gəlib. Eldəniz müəllimlə alacağımız çox şeylər var. Çox maraqlı bir kadr tutmuşuq bunlara. Bax, xəbərsizdirə çəkirlər. Aylin, nə çəkirsiniz burada Aylin? Gül. Hə? Bir dənə mənə tərəf çön. Nə çəkirsən burada? Gül? Nə gülüdür o? Hə, adın bilmirsən gülü? Doğrudan mən də bilmirəm. Mənim o nə gülüdür? Allah nərcizə də oxşuyur. Çoban. Məncə çoban yastığıdır. Bəli, Əzizə müəllimə bilir. Gəl bura görüm. Sən nə gülü çəkirsən? Lalə. Lalə. Mən özümü o qədər xoşbəxt hiss eləyirəm. Belə bir dəyərli dostların ətrafında, yanında əyləşmişəm. Həqiqətən imkan vermirlər, əlimi nəyəsə vurum. Biz sənə bunu qulluq eləyək, biz sənə bunu qulluq eləyək. Mənim artıq Gəncədə dostlarım çox idi. Bugün ümumiyyətcə çoxaldı. Xoş gördük bir daha sizi. Siz tanıyardıq. Mənim adım Marif. Gəncə Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Gənclər İş sektorunda baş məsləhətçi kimi işləyirəm. Vüqarla dostluğumuz uzun müddətdir. Aha. Və maraqlısı odur ki, Vüqarın özəlliyi var. Birincisi, zaman piramidasını çox gözəl qura bilir. Bu deməkdir ki, deyək ki, bir məsələdə o qədər dəqiqdir ki, bir şeyi danışdıqda, bir fəaliyyəti qurduqda çox sürətli onu zamana bölüb və zaman piramidasını qura bilir. Və mən gənclə işlədiyim üçün gənclərlə mütəmadi olaraq görüşür və çox maraqlıdır ki, intellektual səviyyəsinə görə elə suallar verir gənclərin çox maraqlarına səbəb olur. Deyək ki, onlarla misal üçün özünün qurduğu müəyyən obrazlar var. O obrazlarla gedib onların müxtəlif bacarıqlarını kəşf edir. Və həmin onlar da çox maraqlı gəlir və hər görüşdən sonra təsirləndirir və həmişə də mütəmadi olaraq görüşləri istəyirlər. Üçüncü özəlliyi də odur ki, yoldaşlığı çox gözəldir, gəzmək. Müəllim, elə danışdınız ki, elə bir dördüncü olmayacaq, ha? Dördüncü də gələ bilər. Amma üç də maraqlı odur ki, gəzmək o qədər həvəslidir ki, istənilən bir gəzintidə, istənilən bir tədbirlərimizdə heç vaxt, yəni yox sözü yoxdur insanda. O qədər şövq ilə, o qədər zövqlə o yaşayır ki, getdiyi bir yerdə. Halal olsun, yəni. Müəllim, neçə ildir dostluq eləyirsiniz? Artıq 6-cı ildir. 6-cı ildir. 6 il. Dostluq eləmək çətindir yoxsa rahatdır? Çox rahatdır. İstər dediyim kimi istənilən bir məclisdə o məclisin özünə uyğunlaşdırır özünü. Yəni heç vaxt heç kimə çətinlik yaşatmır. Və bizdən də çox rahat olur. Bəzən biz ondan söz sirdaşı oluruq, bəzən yol yoldaşı olanda hər şeyimizi bölüşə bilirik yəni. O qədər rahatdır. Hətta lazım gələndə bayaqlar Eldəniz müəllim deyir ki, şirin zarafatlarımızdan da qalmırıq və özü də çox zarafatçıldır. Eldəniz müəllim də zarafatçıldır. Mən biraz Eldəniz müəllimlə söhbət edəcəm.
müəllim, siz neçə ildir dostluq edirsiniz Vüqar müəllim? 3 ilə yaxındır dediyimiz kimi. Vüqar müəllim məxsus bayaq da doğrudan bəli, xüsusiyyətləri nə odur ki, bayaq Marif müəllim dediyi, çox yoldaşlığı eləyir, həm də ki, gəzməyi çox xoşlayandır. Hərdən biraz pul xərcləməyə xəstə eləyir, hərdən də ürək açıqlıq. Zarafatdır, zarafatınız var deyə deyirsiniz, yoxsa? Amma hərdən elə ürək açıqlıq eləyir ki, onu çox adam eləyə bilmir. Biz keçən il səhv eləməmsə, mənim yol pulumu da aldı, Abu Dhabi apardı. Bir yerdə getdik. Vay, vay, qəşəng. Təsəvvür gətirince onu hər adam dostuna jest eləməz. İndi bu ildə var, sürpriz onu demirəm, sadəcə özü deyər də, yəqin ki, sürpriz. O hansı ölkədir? Yəqin ki, həm Türkiyə olar, yoxsa başqa yerdir. Mənim sirdir yoxsa, mən sirvizi açmıram. Planımda yoxdur. Hələ planda yoxdur. Niyyətləndirirəm də, həvəsləndirirəm ki, yəni olsun belə. Müsbət həvəs. Məncə planında var, sadəcə bizdən gizlədir və uşaqların heç birisində bildirmək istəmir. Boynuma qoyurlar bəlkə də. Bəlkə o bir yoldaşların xətrinə deyil, onun ki açıqlanmır da, bəzi bir şey. Amma mən sizlə harasa getmək istəyərəm, həqiqətən. Tam səmimi deyim. Qardaş da ehsan elə də, yəni. Yox, mən biletimi özüm alacam. Yox da, dedisə onun yanında əlini cibinə salmaq yaxşı hal olmaz. Hə də, böyük qardaşımız da olmaz axı. Dədə-babadan bizim gələn ənənələrimiz var axı, onu biraz... Gəl biz o ənənəni pozmayaq, necə? Biz pulu yığaq verək sizə, siz də verin Vüqar müəllimə, yenə o xəşdəsində, elə daha yaxşı olmaz. Bizi güldəyə fikir versin. Birbaşa versiniz olmaz. Birbaşa da olar, üzü güldü. Birbaşa da verərik əlbəttə ki, sənə yəni neynəsə halaldır. Çünki sən o qədər bizim üçün dəyərlisən, bu dostlar üçün dəyərlisən, həqiqətən biz səni çox istəyirik. Bax, sizin bilirəm ki, hal-hazırda burada Vüqar müəllimə dəstək olursunuz da, bərabər şəkildə. Vüqar müəllim ümumiyyətcə nə istəyir? Misal üçün, bax sizdən deyir ki, mənə burada bu şeyə dəstək ola bilərsiniz. İşlə bağlı söhbət gedir, əlbəttə ki, dostluqdan deyil. Hə, hər zaman ümumiyyətcə müəyyən işlərin görülməsində mütləq biz komanda rolunda iş görürük. Deyək ki, nəsə bir şey olanda tez bir-birimizlə məsləhətləşirik. Deyək ki, misal üçün də ən çox maşın dəstəyi lazım olanda onu veririk. Və yaxud da nəyisə alınmasında bir yerdə gedib yoldaşlı olaraq onu tez zamanda ala bilirik. Və həmişə də soruşur, nəyi daha yaxşı eləyə bilərik. Yəni, bu onun çox gözəl bir xüsusiyyətidir. Gözəl insan, dəyərli insan. Bax, sənin bilirəm ki, təşəbbüsü ilə bu qurum yaranıb, mən düz bilirəm də, səhv eləmirəmsə. Necə oldu ki, sən yəni belə bir addım attın? Mən özüm bu şey anadan gəlmə məhdudiyyətdə olduğum üçün bu şeylərin məndə biraz yanğısı var da belə deyim. Mənə orta məktəb vaxtlar görməmişəm. Mən bildiyiniz kimi bu inklüzivlik son illər belə deyim də həm bizim dövlətin, həm ümumən dünyada son illər geniş yayılan bir şeydir də. Əvvəl bu qədər önəmliyən mövzulardan deyildi. Həmişə bu şeydə bir faydam olsun. Mən də bəzi şeyləri insan özü dəyişməyə başlamasa heç kimi dəyişəməz. Mən elə birinci Eldəniz müəllimlə məsləhət elədik ki, belə bir yer lazımdır da, Gəncədə kifayət qədər əlil uşaqlar var. Var ol, həqiqətən yəni böyük bir iş görmüsünüz və ətrafınızda əlbəttə ki, bu cür Marif müəllim də, Eldəniz müəllim kimi dəyərli insanlar var və bu çoxdur əlbəttə ki. Həqiqətən mən bugün sevincimin həddi hüdudu yoxdur. Bu cür insanları tanımağını. Əsas odur,
insan gedib başını yastığa qoyub gecə yatanda nə qədər qazandım deyil, nə qazandım. Yəni dost adına olaraq nə qazandımdır. Mən bugün çox xoşbəxtəm, sizi tanıdım həqiqətən. Eldəniz müəllim sizi tanıdım, Marif müəllim sizi tanıdım və dostlarımızı tanıdım əlbəttə ki. Gördüyün iş yəni alqışa layiqdir və sənin ətrafında olan insanlarda alqışlayıram ki, bax bu belə deyim də payda onların da az da olsa, çox da olsa bir yerləri var. Ona görə mən təşəkkürümü bildirirəm. Veriliş necə başladı, necə bitdi bilmirəm. Amma çox maraqlı oldu. Dostlarımız bir-bir gəldi. Dostlarımızı ayaq üstə qarşıladıq. Sonra şahmat oynadıq. Əlbəttə ki, mənə bir yer verdilər. Dedilər, sən UDB yoxdur, bura qonaq gəlmisən. Və məni qalib deyilədilər. Əsas qalib sizlərsiniz. Əsas alqışlanası dostlar sizlərsiniz. Sizə uğurlar arzulayıram. Biz də gəlib bu proqramı çəkdik. Bir balaca da payımız olsa biz də özümüzü xoşbəxt hiss edirik. Ona görə hər zaman sizə deyirik, yaxşı ki varsınız. Yavaş-yavaş proqramımızın sonuna çatırıq. Çox maraqlı oldu əslində və istəyərdim bu həftəlik, bu proqramlıq elə son sözünüzü deyəsiniz. Nə demək istəyirsiniz bizim məhdudiyyətli dostlarımıza? Sadeyim insanlar için hiçbir bariyeri yoktur. Hayatta bir tane bariyeri var. O da insanın özüdür. Özünü seçebilse her şey yaptırır. Süper, süper. Halal olsun. Gəldiyiniz üçün təşəkkürlər, var olasınız. Bizim üçün xoş oldu sizinlə söhbət eləmək. Elə siz də var olasınız, əlbəttə mənim üçün də xoş oldu. Elə mənim səhv eləmirəmsə, sevincim məncə görsənin elə oradan, səhv eləmirəm, elə düz görürsünüz. Eldəniz müəllim. Təşəkkür edirəm mən də. Mən düşünürəm ki, istənilən işdə bir rəng olur. Bizim bu rəngimizə siz də rəng qatdınız və daha da rəngarəng oldu və böyük bir ürəkdir ki, həmən verilişi hazırlayanlar, həmən verilişin komandası bu gün bunu düşünürsə, deməli zəngin insandır. Zəngin insanlar da ən xırda detallara belə diqqət edir və diqqət edənlər də fərqlənir o bir insanlardan. Təşəkkür edirəm. Var olasınız. Eldəniz müəllim deyir ki, elə proqramlar var ki, deyir sağa dönmə, sola dönmə, burada durma. Dedim yox, bizim proqram o proqramdan deyil. Deyir, yox, gördüm ki, elə səndən yaxşı proqram çəkə biləcəyik. Xoş oldu. Var olasınız. Var olun. Biz də xüsusi təşəkkür edirik ki, gəldiniz, bizdən birgə fikir mübadiləsi apardınız və bizim tanınmağımız üçün də bir vasitə oldunuz və biz də sevinirik ki, nə yaxşı ki, tanına bilirik və dostlarımızın sayı artır və biz bundan fəxr edirik. Var olasınız. Elə biz də sizinlə fəxr edirik. Hə, gözəl insan. Sən nə demək istəyirsən? Mən də sizə öz minnətdarlığımı bildirirəm ki, o boyda yola qət edib, sürə sahib açıdan nizami yolda təmziyə xoş gəldi. Artıq xoş gedirik. Qonaq saxlaya bilərik. Var olasınız. Azərbaycanımızın hər zaman dediyim bir söz var. Yeganə millətdir ki, bizim qonaq otağı deyilən, mənzil tikəndə, mənzil alanda qonaq otağı deyilən bir otağı qonaq üçün ayırırıq. Qapımızda ən yaxşı, belə deyim də, kəsiləcək heyvanımızı belə, ən, belə deyim də, gözəl yerdə saxladığımız döşəyimiz, yorğanımız belə qonaq üçün saxlayırıq. Çünki biz qonaq sevən millətik. Ona görə də hansı bölgəyə gediriksə gedək, biz orada rahatıq. Ona görə biz bir-birimizə dəyər veririk, biz bir-birimizi çox sevirik. Elə biz sizləri də çox sevirik, əlbəttə ki, bu dostlarımızı da çox sevirik. Gələn həftə eyni saatda görüşmək ümidi ilə deyirik. Yaxşı ki, varsınız. Baş sponsor Apro Hospital Diagnostika və Müalicə Mərkəzi.